Herkese salam olsun, kanalıma xoş gəlmisiniz. Kiçik bir məntiqi tapşırıq həll edəcəyik. Ardıcıllıq mövzusuna aiddir. Baxırıq. 1, 3, 4, 6 və 7. İlk sırada verilmiş rəqəmlərin arasındakı ardıcıllığı tapırıq. 1 və 3. 1 və 3-ün arasında ardıcıllıq nə ola bilər? 1-in üzərinə neçə gəlsək 3 edər. 1-in üzərinə 2 gəldikdə 3 edir. Baxırıq, 3 və 4-ün arasında necə bir əlaqə ola bilər? Bəli, 3-ün üzərinə də 1 gəldikdə 4 edir. Deməli, ardıcıllığımız belədir. Müsbət 2, yəni üstəgəl 2 və üstəgəl 1. Deməli, 4 ilə 6-nın arasında da üstəgəl 2 olacaq. Yəni, 4-ün üzərinə 2 gəldikdə 6 edir. 6'nın da üzerine 1 gəldikdə 7 edir. İkinci sırada 8 və 9 verilmişdir. 8 ilə 9'un arasında bir rəqəm var. Düzdürmü? Deməli 8'in üzərinə 1 gəldikdə 9 edir. Aha, baxırıq 9 və 7. Artıq görürük ki azalır. Azalanda nə olur? Biz bura çıx işarəsi qoyuruq yəni. 9'dan neçə çıxdıqda 7 eləyə bilər? 9'dan, bəli, 2 çıxdıqda 7 eləyir. Deməli, 9 çıxılsın 2. Ardıcıllığımız bu şəkildə davam edəcək. Üstəgəl 1 çıxılsın 2. 7'nin üzərinə 1 gəlirik. Baxın, ardıcıllığımızı davam edirik. 7'nin üzərinə 1 gəlirik, 8 edir. Deməli, ardıcıllıqla davam etsək, 8'dən 2 çıxırıq. Cavabımız 6 edir. Deməli, bizim portağalımız 6'dır. Daha sonra 3-cü sütuna diqqət edirik. 3-cü sütunda 4 və 7 arasında əlaqə. 4'ün üzərinə neçə gəlsək 7 edər. Bəli, 4'ün üzərinə 3 gəldikdə 7 edir. Baxırıq ikinciyə. 7 və 5. Aha. Deməli, azalır. 7'dən neçə çıxdıqda 5 alınır. 7'dən 2 çıxanda 5 alınır. 7 çıxılsın 2 eləyir 5. Bu ardıcıllıqla davam edirik. 5'in üzərinə 3 gəlirik. Eləyir 8. Və nə edəcəyik? 8'dən də 2 çıxacağıq. 6 alacağıq. Deməli, 8'dən də 2 çıxdıqda 6 edir. Deməli, almamız da 6'dır. Doğru cavabımız B cavabıdır. Kanalımıza abunə olaraq pulsuz məntiq dərslərimizdən faydalana bilərsiniz. Hələlik, sağ olun.